Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Şuduq kəndi inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyatlı şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. İstəyirəm görüm rayonda onlayn dərs sistemi var mı, belə bir sistem var mı? Onlayn. Onlayn nəyin dərsdir? Məktəblərdə? Harada 10-cu sinif bəzi məktəblərdə. Orada xüsusi hallarda olur. İndi bilmirəm, bu il nətərdir sizdə? Bu il region üzrə Xaçmaz və Siyəzəndə pilot kimi 5 məktəb ayrılıqlar, amma bizim rayonda. O nədir orada mahiyyəti? Elə bir illərdir vakant veririk, müəllim tapılmayan kəndlər var, məktəblər. Bəli. Onları hansısa məktəbin filialı kimi rəsmiləşdirir, şəhər məktəbi. Orada bütün şərait yaradılır, həmin uşaqlar, məsələn, şəhər bir nömrəli məktəbin müəllimləri dərsi keçirirlər. Necə dərs? Onlayn qoşulurlar, yoxsa? Müəllim gəlmir. Müəllim gəlmir. Orada bir nəzarətçi olacaq. İndi sizdə problem nədir o sualı verməkdə? İstəyiniz nədir? Uşaq 10-cu sinifə keçir. İndi mənə dedilər ki, onlayn oxuyacaq, uşaq dərs oxuyacaq. Hal-hazırda 15 gün keçir, uşaq evdə oturur və internetdə çəkdirdilər, telefon da aldılar ki, onlayn qoşulacaq. Hal-hazırda heç nə yoxdur. Burada ümumi orta məktəbdir, tamdır. Tam var burada. Müəllim, hansı fənn üzrə müəllim çatışmır? Və onda o müəllim dediyi nə məsələdir? Deməli, bu valideynin evladı 10-cu sinifdə oxuyur. Bir uşaq. Eyni zamanda 11-də də 2 uşaq. Bizə tapşırdılar ki, o tam ortanı, ümumiyyətlə o 3 uşağı göndərək başqa məktəbə və 10-11-i bu il bağlayaq. Sonra bilmirəm, regional təhsil dairəsinə gedir, orada bilmirəm, kimin qəbulunda olubsa, deyirlər ki, onlayn keçəcək, hazırlaş, amma mən demişdim onlayn olmayacaq. İndi bu 2-15 ildə uşaq dərs keçmir və normaldır. Qəşən, indi yer dəyişmə olacaq, yenə yolunu qoyarıq, amma onlayn keçən deyil, o mümkün deyil. Qəbuldan əvvəl rayon rəhbəri aidiyyatlı şəxslərlə birlikdə Növdün və Şuduq kəndlərində inşa edilmiş şəhidlərin xatirə güşələrinin önünə gül dəstələri düzüb. Sahib Məmmədli Elçin Şuşalı Qafqaz TV üçün.